2026-cı ildən etibarən işsiz və gəliri olmayan şəxslər icbari tibbi sığorta xidmətlərindən yararlanmaq üçün ödəniş etməli olacaqlar. Bu dəyişiklik isə ən həssas qrupların tibbi xidmətlərə çıxışında ciddi suallar doğurur. Məsələn, bir vətəndaş təcili şəkildə apandisit partlaması ilə bağlı xəstəxanaya müraciət edir. Ancaq onun icbari tibbi sığortası yoxdur. Belə olan halda həmin şəxsə tibbi yardım göstəriləcəkmi? Ümumiyyətlə, işsiz şəxs sığorta ödənişini etmirsə və icbari tibbi sığortadan yararlanmırsa, onun taleyi necə olacaq? Mövzu ilə bağlı cbhinfo.az-a açıqlamasında həkim farmakoloq, tibb eksperti Aydın Əliyev qeyd edib ki, hələlik bu sahədə qanunun ilkin müzakirəsi gedir. Qeyd edilir ki, aylıq 16 manat ödənilməlidir. Ancaq bunu ödəmək imkanı olan və ya olmayan şəxslərlə bağlı dəqiq bir söz deyilməyib. Hətta qeyd edilir ki, bu ödəniş edilməsə də olar. Ona görə də gözləmək lazımdır. Qanunun daha geniş izahına ehtiyac var. Burada bir çox məqam hələ müzakirə mərhələsindədir. Eksperti əlavə edib ki, prinsip etibarilə əhalinin tibbi sığortasını heç kim dayandıra bilməz. Görürsünüz ki, xəstəliklərin siyahısı da genişləndirilir və bir çoxu icbari sığortaya salınır. İşsizlərlə bağlı isə öncə məlumat verildi ki, minimum 16 manat ödənilməlidir. Daha sonra isə bunun şərt olmadığı bildirildi. Yekun qərar müzakirələrdən sonra qəbul olunacaq. Məsələ ilə bağlı icbari tibbi sığorta üzrə Dövlət Agentliyindən isə qeyd edilib ki, hazırda sığorta haqqının toplanılması məsələsi haqda qanunvericiliyə dəyişikliklə bağlı müzakirələr aparılır.